Salam dəyərli abituriyentlər. Bugünkü dərsimiz Birinci Dünya müharibəsi olacaq. Birinci Dünya müharibəsinə bağlı olan əsas sənədini paylaşacağım bu günləri. Kimlər arasında baş verib, kim qələbə qazanıb, məğlub olunan ölkələr, döyüşlər və belə. Ümumiyyətlə mən demişdim, yenə deyirəm, daha çox ən çətin olan hissələrini daha çox dərs paylaşacaq. Ağır olan mövzular, daha çox yadda qalmayan mövzular. Təbii ki, aşağı sinirdə də təbii ki, məlumatlar veriləcək. Amma ilk dərsim, bugünkü dərsimiz mən Birinci Dünya müharibəsinə yer ayırdım. İnşallah dinləyək və faydalı olsun. Bildiyiniz kimi Birinci Dünya müharibəsi 1914-cü il 28 iyunda başlayır. 1918 11 noyabr tarixində bitir. 1914 28 iyunda başlayır. 1918 11 noyabr tarixində Birinci Dünya müharibəsi bitir. İndi Birinci Dünya müharibəsi təbii ki, dövlətlər arasında olan onların hamısını bir orada məlumat verəcəm mən sizə. Amma indi burada ittifaqlar var təbii ki. Birinci onunla bağlı bir detallı bir xatırlatma edək. Ondan sonra müharibənin başladığı tərəflər və savaşın tərəflər haqqında məlumat verəcək. Birinci ittifaqlar var. Demək ki, ilk ittifaqımız hansıdır? Birinci ittifaqımız Üçlər İttifaqı. Üçlər İttifaqı. Üçlər İttifaqı neçənci ildə yaranmışdır? Üçlər İttifaqı 1882-ci ildə rəsmi olaraq yaranmış olur. Üçlər İttifaqına daxil olan ilk ölkələr hansıdır? Almanya, Avstriya, Macaristan, Avstriya, Macaristan və İtaliya. Demək gördüyünüz kimi, əslində Üçlər İttifaqının təməldə, yəni kim dövrünə aiddir? Almaniyada Otto von Bismarck dövründə yaradılmışdır. Üç ölkə daxil olub Üçlər İttifaqına. Amma Birinci Dünya müharibəsi dövründə artıq üçlər deyil, Dörddür İttifaq adlanmağa başlayıb. Yəni ki, bunu bildik. İndi onu dərs irəlilədikcə Dörddür İttifaqı daxil olan ölkələr deyəcək. Demək, Üçlər İttifaqı daxil olan ölkələr dedik. Almanya, Avstriya, Macaristan və İtaliya. 1882-ci ildə yaranmış. Bəs qarşı tərəfimiz deməli Antanta. Antantanın rəsmi olaraq ilk 1904-cü ildə Fransa və İngiltərə arasında olan sazişlə başlayır. 1904-cü ildə başlayır və 1907-ci ildə Peterburq müqaviləsi ilə Rusiya qoşulur və rəsmi olaraq artıq Antantanın yaradılması başa çatır. Antanta üç ölkə daxilində Antantanaya Fransa, İngiltərə, Rusiya. Fransa, İngiltərə, Rusiya, Antanta tərəfdə işləşən ölkələrdir. Bunları bildik. Demək, Birinci Dünya müharibəsinin demək tərəflərimizi bildik. İndi sonra keçən necə olur? Müharibə başlayır. Müharibə başlayandan sonra təbii ki, tərəflər artıq fərqli olmağa başlar. Tərəflər dəyişə bilir, bəzən arta bilir, bəzən azala bilir. Demək, Üçlər İttifaqı Birinci Dünya müharibəsindən sonra olur. Buradan qeyd edirəm. Dörddər İttifaqı adından başlanır. Dörddər İttifaqı adlanır. Bəs Dörddər İttifaqı necə oldu? Dörddər İttifaqına hansı ölkənin qoşulması ilə dörd adlandırılır? 1914-cü ildə Osmanlı dövlətinin qoşulması ilə rəsmi olaraq artıq Dörddər İttifaqı adlanmağa başlanır. Sonra gəldik. Dörddər İttifaqına bildiyimiz kimi İtaliyada var. İtaliya əvvəldən qoşulmuşdu bu ittifaqa. Amma deməli 1915-ci ildə İtaliya Dörddər İttifaqına ayrılıb Antanta tərəfə keçdi. Fransa, İngiltərə, Rusiya İtaliyaya bir çox vədlər verərək İtaliyanın öz tərəfində çəkilməli oldular. Deməli İtaliya burada qalır. Burada yazır Dörddər İttifaqına Osmanlıdır. Burada yazır Almanya. Deməli gəldik bura. Avstriya, Macaristan və 1915-ci ildə deməli İtaliya dediyimiz kimi nədir? Göyərçin kimi uçdu Antanta tərəfə. Yəni İtaliya biz buradan nəyirik? Aparırıq bura. Yəni Antanta tərəfə qoşulmuş olur. Burada yazırıq 1915-ci ildən hansı ölkə qoşuldu bura? İtaliya. İtaliya deməli keçdi Antanta tərəfə. Yəni belə deyək də, keçmiş müttəfiqlərlə xəyanət elədi. Xəyanət eləmək keçdi deməli kimlə tərəfinə? Antanta tərəfə keçmiş oldu. Bəs Almanya, Avstriya, Macaristan, Osmanlı, daha doğrusu Almanya deyəsində. Bəs onun əvəz edən bir ölkə oldu mu? Yəni İtaliya getdi, bəs onun yerinə boş mu qaldı? Yəni təbii ki, burada boş qalmır. Onun yerinə Bolqarıstan əldə olunur. 1915-ci ildə Bolqarıstan qoşulması ilə yenə də Dörddər İttifaqı adlandırılmağa davam etdi. Gördüyünüz kimi, Üçlər İttifaqı adlandırıldı. Birinci Dünya müharibəsindən başlayandan sonra dörddər oldu. İtaliya buradan ayrıldı, keçdi bu tərəfə. Onun yerinə əvəz etdi Bolqarıstan. Bəs Antanta tərəfdə iştirak edən başqa ölkələr varmı? Burada əsas 3 mərkəz var. Uşaqlar, qeyd edirik. 3 mərkəz hansılardır? Fransa, İngiltərə və Rusiya. İtaliya sonradan qoşulur. Amma yeni düzdür. Kök burada əsas. Sonra digər hansı ölkələr qoşulmuş olur Antantaya? Bu arada onu getirək. Yaponiya. Burada İtaliyanın uşaqları eləyirəm. İtaliya 1915-də qoşulur. Amma Yaponiya müharibə qoşulması, yəni Antantaya qoşulması 1914-cü ildə olur. Belə deyək, ən yaxşısı buradan bunu sileyim, fikrimiz qarışmasın. Deməli buradan
edileyim. Deməli, 1914-cü ildə Yaponiya buna qoşulur, Antantı tərəfdə işləyir. 1915-ci ildə dediyimiz kimi İtaliya buna qoşuldu. İtaliya öz keçmiş müttəfiqlərinə xəyanət etdi və sonra demək qoşulur. Növbəti müharibə qoşulma 1917-ci ildə ABŞ, Amerika Birləşmiş Ştatları müharibə qoşulur. Bir də Rumıniya qoşulur. Onun ilmi bilməyə ehtiyac yoxdur. Rumıniya zaten elə dövüşlərdə iştirak etmədiyi üçün ona ehtiyac yoxdur. Demək gördüyümüz tərəflər bundan ibarət çoxdur. Deməli, ilk bunu da buradan demək altı xəttədir, burada da xətt deyirəm. Demək, uşaqlar burada nəyə getiririk? Birinci üç sənə ittifaqı olur. Üç sənə ittifaqı indi görürük. Burada daxil olacaq. Sonra dörd ittifaq adlandırılır və dörd ittifaqını bilirik. Antanta rəsmi olaraq yaranmış olur. 1904-1907-ci ildə artıq rəsmi formalaşır. Birinci Dünya müharibəsində artıq Yaponiya, İtaliya dediyimiz kimi yer dəyişdi və Amerika və Rumıniya. Tərəflər bundan ibarət olur. Bir də bir şey xatırlatma edin uşaqlar, burada diqqətli olaq. Bunu burada vurğulayıram. Əsasda 10 minlərlə məzunlarımız imtahanda, ümumiyyətlə uşaqlar belə deyir ki, imtahanda Birinci Dünya, İkinci Dünya müharibələrində bağlı suallar düşəcəyini əmin ola bilərsiniz. O cür bu dərsdə xüsusi fikir verir. Demək nə burada vurğulamaq istəyirəm? Yaponiya, deyil uşaqlar. Yaponiya Birinci Dünya müharibəsində Antant tərəfdədir. Yəni ki, Amerikanın İngiltərə tərəfindədir. İkinci Dünya müharibəsində isə tam tərsinə, Almaniya tərəfində iştirak etməli oldu. Niyə belə oldu? Səbəbi nə idi? Səbəb buydu. Deməli, Birinci Dünya müharibəsi bitdi. Yaponiya qalib oldu. Təbii ki, qalib ölkəyə nə edir? Qalib oldu sonra bir çox hüquqlar əldə edir. Ərazi, torpaq və s. və s. Amma Yaponiya Birinci Dünya müharibəsindən sonra tutduğu bir çox torpaqları əlindən itirmiş oldu. Necə oldu bu hadisə? Deməli, Yaponiya Sakit Okean yerləşən bölgədir. Amerika Birləşmiş Ştatları Birinci Dünya müharibəsindən sonra bu hissəyə kitabda baxıb təşkilatınız yaxşı olar. 1922-ci il Washington konferansında Yaponiyanın belə deyək, 1922 Washington konferansında 4 ölkə Amerika, Fransa, İngiltərə, Yaponiya Sakit Okeanda hüquqlarını bölməklə bağlı konferans seçilir. Amerika həmən konferansda Yaponiyanın Sakit Okeanda olan bir çox hüquqlarını məhv elədi. Yəni Yaponiya qalib olmasına baxmayaraq çox şey əldə edə bilmədi. Və həmən konferansda, yəni 1922-ci il Washington konferansında Yaponiyanın Amerika qarşı qisasçılıq meydan aldı. 1922-ci ildə. Və İkinci Dünya müharibəsi dövründə Yaponiyanın bu qisasçılıqdan, qisas o meydindən Yaponiya İkinci Dünya müharibəsi dövründə faşist, yəni Alman tərəfdə iştirak etmiş oldu. Demək, Yaponiya Birinci Dünya müharibəsində Antant tərəfdəydi, yəni İngilislərin Amerikanın tərəfində, İkinci Dünya müharibəsində isə tam tərsinə onlara qarşı savaşmış oldu. Səbəbində izlənir. İndi bundan sonra bildik tərəfləri, indi döyüşlərə başlayaq. Birinci Dünya müharibəsinin dövründə hər ölkənin bir planı var idi. Hər ölkənin bir deməli istəyi, planı, məqsədi var idi. Deməli Almaniyanın bir məqsədi nə idi? Biraz Almaniyadan başlayaq. Almaniyanın məqsədi Fransa, İngiltərə, Rusiyanın zəng etmək, onların müstəmləkələrini ələ keçirmək, Avropada güc sahibi olmaq. Bəs Rusiyanın məqsədi nə idi? Rusiyanın məqsədi Avropada güc əldə etmək və müstəmləkəyə sahibi olmaq. Sonra gəldik, Fransa məqsədi var burada. Fransa məqsədi vaxtilə Elzas və Lotaringiya adlı biləklərini Almaniya vermişdi axı. Elzas və Lotaringiya biləklərini Almaniyaya almaq və yeni hüquqlar əldə etmək. Sonra gəldik İngiltərə. İngiltərə məqsədi nə idi? İngiltərə məqsədi deməli Almaniyanı və onun müttəfiqlərini məğlub etmək, onların müstəmləkələrini ələ keçirmək. Gəldik burada deməli Avstriya. Avstriyanın məqsədi nə idi? Avstriyanın məqsədi Balkanlarda yüzlənmək və yeni torpaqlar keçirmək. Bir də burada bunu vurğulayım ki, Rusiyanın əsas məqsədlərindən biri və digərlərin əsas məqsədlərindən biri hamısını bilirdik, Osmanlı bölüşdürmək. İndi burada deyə bilərik ki, ya Osmanlı parçalamaq. Bu əslində Osmanlı parçalamaq, bunların hər birinin belə deyək də, Almaniya çıxma şərti ilə Rusiya, Fransa, İngiltərə, bunların çoxun məqsədi Osmanlı bölüşdürmək və öz aralarını bölmək. Birinci Dünya müharibəsində təsvir olsun ki, Osmanlının planı yox idi. Osmanlı müharibə qoşulur, amma çox çətin bir anda, yəni hər bir cəhdin geridə idi, silah, təchizat, yəni müharibəyə sadəcə Almaniya tərəfindən qoşulur. Heç bir səbəb plan olmadan və təbii ki, Osmanlının müharibədə məğlubiyyətinə səbəb olur və gələcəkdə Osmanlı ölkəsinin dağılmasını sürətləndirir. Yəni, düzü bu müharibədə əslində Osmanlı niyə müharibə qoşuldu? Əslində Osmanlı müharibə qoşulmasının səbəbi buydu. Osmanlı, bildiyiniz kimi, yəni ki, Osmanlı dövründə gənc türklər hərəkət var idi. Gənc türklər Osmanlı hakimiyyəti ələ alırlar və onların istəyi və təkidi ilə Osmanlı dövləti müharibə qoşulmuş olur. Demək gəldik, Birinci Dünya müharibəsinin başlamasının səbəbləri. Yəni, bunların səbəbləri var. Hər ölkənin bir səbəbi var. Nə demək istəyir? Almaniya bir səbəbi var, Rusiyanın məqsədi, Almaniya məqsədi, Fransa, İngiltərə, Avstriya. Bir də gəldik əsas məsələyə. Birinci Dünya müharibəsinin başlamasının bəhanəsi var.
Bəhanə başqa şeydir, səbəb başqa şeydir. Birinci Dünya Müharibəsinin başlamasının bəhanəsi Avstriya Macaristan vəliəhdi Frans Ferdinandın Serbiya millətçisi Gavrila Princip tərəfindən bir qardaş gəlir, yol ortasında durur, salıb güllərini təpəsindən vurur. Yəni bir nəfərin verdiyi şeyidir, dünya zalimidir. Yəni Frans Ferdinand öldürülür və bir Serbiya millətçisi tərəfindən və bununla da dünya qarışır bir-birinə bir nəfər görə. Təbii ki, bəhanə belə deyək də, bəhanə axtarmanlar var. Bir də bəhanə tapdın. Bir məsələ var, deyək ki, gözün üstünün qaşın var. Yəni səndən dalaşmaq istəyirəm. Yəni bəhanə etmək nə var ki? Belə, Birinci Dünya Müharibəsinin başlamasının demək səbəb bu ölkələrin hərəsinin bir səbəbi, məqsədi var. Bəhanə Avstriya Macaristan vəliəhdi Frans Ferdinandın öldürülməsi. Və Birinci Dünya Müharibəsi Avstriya Macaristanın Serbiya müharibə elan etməsindən başlayır. Ardınca Almaniya Avstriya Macaristan müdafiə edir. Serbiya Rusiya müdafiə edir. Almaniya Rusiya Almaniya müharibə elan etmiş olur. Bir belə deyək, tapancadan atılmış bir ateşlə bir nəfərin ölməsi ilə bütün dünya qaranlığa bürünür. Bəhanə ayrı şey, uşaqlar diqqətli olaq, səbəb başqa şeydir. Yəni Birinci Dünya Müharibəsinin deməliyi başladıq. İndi çox belə əsas olay sizlərə uşaq vurğulamaq istəyirəm. Birinci Dünya Müharibəsində bir döyüşlər artıq deməyə başlayır. Bir də deməli burada bunu vurğulayım. Gəldiyi Osmanlı dövləti uşaqlar. Osmanlı. Osmanlı necə müharibə qoşuldu? Osmanlı müharibə qoşulma səbəbi belə idi. 1914-cü ildə artıq belə deyək də dövlətlər artıq bir-birinə müharibə elan edib artıq belə deyək, artıq bir başlamışdı, qızışma gəlmişdi. Osmanlı dövləti iki Alman gəmisi Fransız İngilizlərə qarşı savaşır, Osmanlıya sığınmaq məcburiyyətini alır. Həmin iki Alman gəmisi Osmanlıya sığınır və onlar Qara dənizi keçib, həmin iki Alman gəmisi Rusiya şəhərini bulmaya başlayır. Rusiya da bunu Osmanlının etdiyini zənn edib, Osmanlıya müharibə elan edir. Təbii ki, Osmanlıdan cavab olaraq o da Rusiya müharibə elan etmiş olur və bundan da Osmanlı imperiyası müharibəyə qoşulmuş olur. Yəni döyüşlərimizi başlayıb olar. Deməli, Birinci Dünya Müharibəsində bildiyimiz ilk döyüşlər 1914, demək Tannenburg döyüşü başlayır. Məsələn, 1914-də olan döyüşlər gedir. 14-15-ci ildə olan döyüşlər. 1914-cü ildə olan döyüşlərin demək Marna döyüşü demək baş verir. Sonra deməli, davam edir ondan sonra demək. İndi burada nəyə vurğulayaq? Tannenburg döyüşü Avqust ayında olur. Bu döyüşdə deməli Almaniya Rusiya arasında olur. Rusiyanın məğlubiyyətini bitir. 14-cü ildə Marna döyüşü olur. Marna döyüşündə Almanlar İngiliz Fransız qarşı savaşırlar. Həmin savaşda İngiliz və Fransızların məğlubiyyətini, İngiliz və Fransızların qələbəsini bitir, Almanların məğlubiyyətini bitir. Bir də uşaqlar, deməli Birinci Dünya Müharibəsində Almaniyanın hazırladığı plan var idi. Plan adı nə idi? Schlüffen. Schlüffen, daha Schlüffen tərəfindən hazırlanan ildırım sürəti. Almaniya Birinci Dünya Müharibəsində Schlüffen hazırladığı plana görə iki cəbhədə müharibə aparmalı idi. Rusiya cəbhəsi və Fransa cəbhəsi. İki cəbhədə müharibə aparmalı və ikisini də məğlub etməli idi. Və bu döyüşdə, Marna döyüşündə Almaniyanın hazırladığı ildırım sürətli plan boşa çıxmış olur, düzgün məğlub olur. Yəni düşünülür ki, tez bir zamanda Rusiyanı və deməli Fransanı məğlub edəcək, amma istədiyi tam olur. Döyüşlərimiz davam edək. 1914 Tannenburg, 1914 Marna döyüşü baş verir. Sonra gəldik 1915-ci ildə, 1914-1915-ci ildə bildiyimiz döyüşlər Sarıqamış döyüşü, Sarıqamış döyüşü baş verir. Bu döyüşdə Osmanlı Rusiya arasında baş verir. Bu döyüşdə Rusiyanın qələbəsi Osmanlı məğlubiyyətinə bitir. Deməli, Sarıqamış döyüşündə Osmanlı niyə məğlub olur? Niyə məğlub olur? Məğlub olması səbəbi hava şəraitinin soğuk keçməsi, Osmanlı əsgərlərinin tam təchizatlı olmaması və Rusiyanın tam təchizatlı olması və silah üstünlüyü və hava şəraiti onların xeyli olması Osmanlının məğlubiyyətinə səbəb olur. Və davam edirik. 1915-ci il Gornitsa döyüşü, Gornitsa döyüşü baş verir. Bu döyüşdə Avstriya, Macaristan və Almaniya Rusiyanı məğlubiyyətə uğratmış olurlar. Davam edirik. Sonra gəldik 1915-1916-cı illərdə Çanakkale döyüşü. Bu döyüşdə isə Osmanlı, İngiliz, Fransız ordusunu məğlub edir. Üzr istəyirəm. Osmanlı, deməli, Osmanlı, İngiliz, Fransız deməli ordusunu məğlub edir. Bəli, demişdim olsa, Osmanlı deməli İngiliz, Fransızı məğlub edir və bu Türk dünyasının tarixində böyük bir qələbə sayılır. Niyə böyük bir qələbə sayılır? Çünki bu döyüşdə həm də biz də həm Şimali, həm Cənubi Azərbaycanda iştirak etdilər. Təqribi düzdür, oxuduğum məlumata görə 3000 Azərbaycanlı orada şəhid olur, Çanakkale'də şəhid oluruq və Türk dünyasının və Türk millətinin ən böyük qələbəsi, ən böyük zəfərlərindən biri olmuş olur. Ya Osmanlı qələbə qazanmış olur. Bir də demək olar gəldik burada bu döyüşlərə dedikcə bir məsələni də xatırladım. Birinci Dünya Müharibəsinin İngiltərə qoşulmasının əsas səbəblərindən biri nədir? İngiltərə Birinci Dünya Müharibəsinin qoşulma səbəbi Almaniyanın Belçikaya hücum etməsi, Belçika bir tərəf ölkə idi, Almaniya ora hücum edir,
hücum edir və hücum etməsi ilə də deməli İngiltərə Almaniyaya müharibə elan etmiş olur. Yəni bu bunu onu deyir ki, topluda bu sual var. Hətta bu səhvlərimizdə 2021 ya 2022-ci illərdə qəbul imtahanında düşmüş suallardan biri sayılır. Bu da yazıda qalsın. Sonra davam edək, döyüşlərimiz davam edək. Gəldik demiş olaraq döyüşlər Ginalanda bir də bir hadisəmiz var. 1915-ci ildə bildirmiş olaraq böyük, nə deyirik, yalan. Nədir bu böyük yalan uşaqlar? Osmanlı ərazisində yaşayan ermənilər var idi. Ermənilər əslində, belə deyək, uzun müddət Osmanlı ərazisində yaşayan olan Osmanlı vətəndaşları sayılırlar. İngilislər, Fransızlar və Rusiya. Osmanlı ərazisində yaşayan erməniləri silahlandırıb, orada yaşayan erməniləri, Osmanlı vətəndaşları erməniləri Osmanlıya xəyanət etdirirlər. Yəni ermənilər Van, Qars və bir çox Osmanlı şəhərlərində deməli neyinlər? Onların verdiyi dəstəklə, yəni İngilis, Fransızların verdiyi dəstəklə Osmanlı əhəlisindən kütləvi soyqırım edilir. Və Osmanlı dairələri, Osmanlı dövləti bunu bir xəyanət kimi qəbul edir və 1915-ci ildə Osmanlıda yaşayan bir çox ermənilər sırf bunu etdikləri üçün cəza olaraq onları Suriya, Livan, Fələstinlərə köçürməyə məcbur olur. Bu hadisə tarixdə böyük yalan kimi düşüb. Bunun xalqında güya ki ermənilər, Ermənistan dövləti, güya Türkiyə dövləti, hətta bizi də bura qatır, güya o ermənilər soyqırım edib və bütün dünya bunu qəbul etməyə çalışır. Amma tarixi faktlar təbii ki, bunun tam əksini göstərir bizə. Ermənilər Osmanlılara tam tərsinə xəyanət ediblər və oradakı günahsız insanları öldürüblər. Osmanlı təbii ki, bunu cəza olaraq onlara layiq deyil. Sonra davam edirik, sonra gəldik, döyüşlərimiz davam edir, döyüşləri bildik. Sonra gəldik, 1916-cı il döyüşləri davam edirik. 1916-cı ildə döyüş olaraq Verden döyüşü baş verir. 1916-cı ildə Somma döyüşü baş verir. 1916-cı ildə Jutland dəniz döyüşü baş verir. Üzr istəyirəm uşaqlar, yəni hər səhv buraxa bilərəm və fərqli məşğul ola bilər. Buna görə üzrə sayı bilərsiniz. Çalışıram ki, ən maksimum olan dərsi sizə çatdırdım. Deməli, 1916-cı ildə olan demək Kutul Amare döyüşü. Kutul Amare döyüşü, demək olar ki, öldüyümüz kimi Verden, Somma, Jutland edilləri Kutul Amare. Bu döyüşlər Alman, İngiliz, Osmanlı arasında baş verir. Məsələn, Verden Almanlarla Fransız arasında baş verir. Almanlar İngiliz, Fransız arasında tam qələbə yoxdur burada. Demək olar, Somma döyüşündə, burada bunu vurulur uşaqlar, Somma döyüşündə ilk dəfə rəsmi olaraq nədən istifadə olunub? Tanklardan istifadə olunub. Jutlandiya dəniz döyüşü uşaqlar, Jutlandiya dəniz döyüşündə İngilislər, belə deyək, Almanlar arasında olur, tam qələbə yoxdur burada. Kutul Amare Osmanlı ilə İngilislər arasında baş verir, Bağdad yaxınlığında, burada da Osmanlının qələbəsindən bitmiş olur. Bu da şu anda 1916-cı ildə olan bildiyimiz hadisə. Bilirəm, bəzilərinizin gözləşir ki, birinci dünya müharibəsində istifadə olmuş yeni silahlar hansılardır. Onlara vurğulayacağım, amma indi birinci döyüşlərdən əsas davam edək. Gəldik, deməli, 1917-ci il gəldi indi, bunu bildik, bu hissəni altını xəttəyək. 1917-ci il, demək, ən önəmli hadisədən biri Rusiya. Rusiyada bildiyimiz kimi olaraq fevral ayında inqilab olur və Rusiyada Romanova sürəsi devrilir və Rusiya avtomatik olaraq müharibədən çıxmağa artıq adımlayır. Beləsə, müharibədən çıxan ilk ölçü rəsmi olaraq Rusiya əslində. 1917-ci ildə, demək, belə deyək, Amerika Birləşmiş Ştatları artıq, belə deyək də, sonradan gəlib, bir çox payı əldə edən ölkələrdən biri Amerikadır. Bu arada bunu vurğulayım ki, Amerika Birləşmiş Ştatları həm Birinci Dünya Müharibəsi, həm də İkinci Dünya Müharibəsinə sonradan qoşulur. Və sonradan qoşulduğu üçün və uzaqda olduğu üçün, ərazisində döyüş olmadığı üçün həm bir, həm də İkinci Dünya Müharibələrində tam qələbəyə çıxır və demək olar ki, bütün güc və hakimiyyət ona əncəlləşir. Deməli, 1917-ci il, deməli, aprel ayında Amerika müharibəyə qoşulur. Niyə qoşulur? Almanlar, deməli, sualtı qayıqlarla, deməli, Amerikanın ticarət gəmilərini bombalayır. Buna cavab olaraq Amerika müharibəyə qoşulmuş olur. Və gəldik 1917-ci il, deməli, İtaliya keçmişdi Antant tərəfə. Deməli, 1917 oktyabr ayında